Quranda Yəhudi və xristianları alçaldan ayələr. Bu necə Allahdır ki, ilk öncə Yəhudi və xristianların kitabını təsdiq edir, sonra isə o kitabları rədd edib onları alçaldır. Keçək ilk öncə təsdiq edən ayələrə. Əl-Bəqərə surəsi 62-ci ayə. Şübhəsiz ki, möminlərin, Yəhudi, Nəsranilərdən və Sabiilərdən, Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Bu ayədən göründüyü kimi, Yəhudi və xristianlardan Allaha iman gətirənlərin mükafatını Allah verəcək. Keçək digər ayəyə. Əl-Ənkəbut surəsi 46-cı ayə. İçərilərindən zülm edənlər istisna olmaqla, kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin, biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız ona itaət edirik. Bu ayədə isə, müsəlmanların həm Yahudilərin, həm də xristianların iman gətirdikləri kitaba iman gətirdiklərini deyir Allahınız. Ey müsəlmanlar! Ən-Nisa surəsi 136-cı ayə. Ey iman gətirənlər! Allaha, onun elçisinə və elçisinə nazil etdiyi kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin. Allahı, onun mələklərini, kitablarını, elçilərini və axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdü. Bu ayə iman gətirin dediyi halda, niyə iman gətirmirsiniz? Bunu bilməkdən ötəri keçək Yəhudi və xristianları alçaldan ayələrə. Ali İmran surəsi 85-ci ayə. İslamdan başqa bir din axtaran şəxsdən o din heç vaxt qəbul olunmaz. Və o axirətdə ziyana uğrayanlardan olar. Bundan öncəki ayələrdə nə deyirdi? Niyə Allah 360 dərəcə dəyişərək İslamdan başqa olan dinləri belə rədd etdi? Keçək daha alçaldıcı olan digər ayələrə. Ali İmran surəsi 19-cu ayə. Həqiqətən Allah dərgahında qəbul olunan din İslamdır. Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqqı hesab çəkəndir. Bir Allah düşün ki, öncəki ayələrində dediyi sözü danıb, Yahudi və xaçpərəstləri bu qədər aşağılayıb alçaltsın. Əl-Maidə surəsi 51-ci ayə. Ey iman gətirənlər! Yahudi və xaçpərəstləri dost tutmayın. Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz. İndi siz deyin, xristian və yahudilər niyə alçaldılır Quranda? Bu kimi məlumatları bilmək istəyirsənsə, kanala abunə olub, bəyənib paylaşmağı unutma.